tək olmasına baxmayaraq, yəni əlini uzadaraq bir şey yemir və yaxud da nəsə içmir və insan təklikdə bunu edə bilər və çöldə də özünü elə göstərə bilər ki, orucludur. Amma buna baxmayaraq, gör nə qədər diqqət yetirir. Hətta dəstəmaz aldığı zaman su da içə bilər, amma və o damcının getməsinə belə diqqət yetirir ki, birdən damcı gedər, orucun pozular. Yəni nəyə görə insan diqqət yetirir? Bilir ki, onun boğazından keçən damcını da Allah Teala bilir, görür. Deməli, insanda belə bir hal yaranır, muraqabə halı. Elə bu təqvadır demək olar, təqvadır. Muraqabə, yəni insan özünü Allahın nəzarətində hiss etməsi. Yəni əlini nə üçün tək olduğu zaman yeməyə, içəcək bir şeyə uzatmır? Yəni bilir ki, Allah Teala onu görür, onu eşidir.